Aha, növbəti 40-a qədər. Növbəti sual Ya 43. 43-ə qədər. 43-ə fikir veririk. Deməli deyir ki, sistem tarazlıqda olarsa A cisminin kütləsini hesablayın. Sistem tarazlıqdadır, düzdür? Əla. Gəl birinci hələ o kütlələri keçməmişdən əvvəl gəl qüvvələri göstərək. Buraya mən bir dənə F qüvvəsi deyirəm. Eyni ip olduğuna görə bu hissəyə də bir F qüvvəsi deyirəm, düzdürmü? Bu da olacaq F. Onda yenə eyni ip olduğuna görə bu hissədə nə olacaq? F olacaq da. Bu da F'dir. Onda bu F, bu da F. Bu hissəyə neçə F düşəcək? Hə? 2F müəllim. 2F. Aysa. İndi fikir verin sağ tərəfə. Bu F, bu aşağıdakı qüvvələr, daha doğrusu cisimləri tarazıda saxlayır. Bu cisimlərin ikisini birlikdə saxlayır da. İkisinin birlikdə çəkisi nə qədərdir? Deməli bu F, sağdakı F bərabərdir 6 plus 2 vur 10. Bu da elədi 80 Newton, düzdür? Deməli bizim F qüvvəmiz nə qədərdir? 80 Newton. Amma burada fikir verin 2F var. Bura fikir versək, burada 2F var. 2F bunları tarazıda saxlayır. Onda biz yazacağıq ki 2 vurulsun 80 bərabərdir 2 plus A vur 10. Onda bu 160'ı 10'a böləsik 16 eləyəcək. Bərabərdir 2 plus A-ya. A da buradan bərabərdir 14 kilogram. Belə yazmışdınız siz də uşaqlar. Bəli müəllim. Ben başka cür yazmışım. Necə yazmışdın? Ömer. Yani orada 8 kilogramdırsa, yani tapırıq, birində F, birində 2F-də 8 kilogram F-dirsə, onda 2F-də 16 kilogramdır. Da elə 2-ni çıxmışam oradan 14 kilogram. Sağ ol. Sən yəni birbaşa F-ləri tapmadan yazmışsan, amma biz riyazi olaraq qaydasını yazdıq. Yəni F-ləri tapmadığına Ömərin yolu düzdür. Əgər bura F-dirsə, bura 2F-dirsə, deməli bunu tarazda saxlaması üçün daha çox kütlə lazımdır da. Əgər bura 8-dirsə, daha çox kütlə, yəni 2 dəfə böyük lazımdır, olacaq 16. Bu 2-dirsə, buna qalacaq 14. Başa düşdün? Bəli. Bəli. Ay sağ ol. Ben bir dəqiqə qeyd edə bilərəm. Qeyd elə, buyur. Növbəti. Ömər, Rüfət, sizin sualınız yoxdur. Mənim yoxdur müəllim. Məndə iş yoxdur müəllim. Aha. Bəli, növbəti sual. Belə işdirsə mənim. Ben 46. Baxırıq 46-ya. Yenə nədir? Yenə eyni sualdır. Bayaq işlədiyim suallardan demək olar ki, eynilik təşkil edir. Nə demişdim mən sənə? Əgər radius 3 erdirsə, deməli burada 3 erdir, düzdür? Bura erdirsə, deməli burada erdir. Və tərpənməz buludlardır. Onda yazırıq ki, birinci halda mg vurulsun 3r bərabərdir f1 vurulsun, o da 3r. Çünki o da ayaq nöqtəsindən, mərkəzdən də 3r. 3rlər getdi.
onda bizim F1'imiz nəyə bərabərdir? MJ-yə. Düzdürmü? İndi gəl ikinci halda baxaq. İkinci halda da yenə də MJ vurulsun R-dir, bərabərdir. F2 vurulsun, o da R-dir. Deməli, R-lər getdi. Buradan da F2 üçün ifadə yazanda MJ bərabərdir. Deməli, hər ikisi MJ-yə bərabərdirsə, onda bizim qüvvələrimiz nədir? F1, F2-yə bərabərdir. Aydındır? Növbəti 50-yə qədər 52 var. 52-yə baxaq. 52-də Pifaqordan istifadə edəcəyik mən. Ay sağ ol. 52-ci sualda. Əgər bura 90 dərəcədirsə, Pifaqorla istifadə olunur. Yəni biz burada M kütləli cismi tapmaq istəsək, olacaq kök altında M1-in kvadratı plus M2-nin kvadratı. Bu da 15, 20, 200, 150, 200'dür. Pifaqor ədədlərdir. O bizə verəcək 250 qram. Pifaqor ədədlərdir. Əgər bu 90 dərəcə olmasa, indi eski mənə 90 dərəcə olmasa, hansı üstünü hesablayırıq? Uşaqlar, 90 dərəcə olmasa, baxın, M1-in kvadratı plus M2-nin kvadratı plus 2 M1 M2 kosinus alfa düsturuna hesablanır. Əgər 90 dərəcə olmasa. Yox, 90 dərəcədirsə, elə bu yuxarıdakı düstur bunun xüsusi halıdır. 90 dərəcə kosinus 90-da 0 alır axı. Ona görə biz M-miz elə M1-in kvadratı plus M2-nin kvadratına bərabərdir. Aydın oldu? Bəli. Növbəti. Mən bir də qeyd edim. Aha, qeydilər. Mən 56. Baxırıq 56-ya. 55-i yazmısan? Xeyr mi? Niyə sual vermirsən bəs? Mən Nəyə yazmamısansa sual ver. 55-ə baxırıq. Deyir ki, lingin tarazlıqda qalması üçün ipin sərbəst ucuna hansı F qüvvəsi ilə təsir etmək lazımdır? Sürtünmə, lingin və blokun kütləsi nəzərə alınmır. Yəni, lingin kütləsi nəzərə alınmır. Baxın, uşaqlar, birinci qüvvədən başlayaq. Bura F-dirsə, deməli, bu hissə də F olacaq. Onda bunu yuxarı doğru dartan qüvvə olacaq 2F. Gəl tarazlıq yazaq. Deməli, F qüvvəsini istəyir bizdən. Dayaqdan olan məsafə. Buna aşağı doğru cismin öz çəkisi var 60 Newton. Dayaqdan olan məsafəsi 1-dir. Onda 2F-in dayaqdan olan məsafəsi 1, 2, 3. Gəl momentlər qaydasını yazanda, yəni 2F-in dayaqdan olan məsafəsi 3-dür. Bərabərdir 60-ın dayaqdan olan məsafəsi 1. Onda mən buradan F-i tapanda 60-ı böləcəm 6-ya, o da eləyəcək 10 Newton. Başa düşdün? Hə, bəli. Bəli. Aha. Növbəti 56 dedim. Baxırıq 56-ya. 51-dir bu, 56 olsa da. Deməli, buralarda problemi yoxdur. 55, bunu niyə belə verib bəlkə? 56-ya baxaq. 56-da var idi. Aha. Deməli, 56 polispas sistemləridir. Deyir ki, təsvir edilmiş bloklar sistemində kütlələri verib bizə F1, F2 və F3 qüvvələrin təsiri ilə bərabər sürətdə yuxarı qaldırılır. İpin sərbəst uclarına tətbiq olan qüvvələri düzgün göstərilmiş. Hansı diaqramda düzgün göstərilmiş? Bax, gəl tətbiq olunan qüvvələrə fikir verək. İndi bura F-dirsə, deməli bu hissə də F olacaq. Eyni ip olduğuna görə bu hissə də F olacaq.
onda burada yaranan qüvvə nə qədər olacaq? 2F. Və bu 2F bunu tarazlıqda saxlayacaq. Yəni M1 J bərabərdir. Onda qıraqda qeyd edirəm ki, 2F bərabərdir M1 J-yə. F də buradan bərabərdir M1 J bölü 2. M1 nədir? 12. Yəni 120-ni 2-yə böləndə F1-imiz bərabər olacaq 60 Newton. F1-i tapdıq. İndi gəl F2-ni tapaq. Fikir versən, bura F-dirsə, eyni ip olduğuna görə burada F olacaq. Eyni ip olduğuna görə burada nə olacaq? F olacaq. Onda fikir ver. Buraya nə qalacaq? Nə qədər? Neçə F qalacaq? F buradadır. Həmçinin burada da F var. Onda yuxarı bu tarazlığa olacaq 2F. 2F2. Onda biz F2-ni tapmaq istəsək, yenə də M2J-ni 2-yə böləsik. M2 nədir? 80. 80-i də 2-yə böləndə eləcək 40. İndi bura fikir ver. Bura F-dirsə, onda bu hissə də F olacaq, həmçinin bu hissə də F olacaq. Onda bunu aşağı doğru da artan ağırlığa bərabər olacaq. Yəni M3-yə bərabər olacaq. F3-ümüz. F3 deyirəm buna. F3. Bu da F2-dir. Onda bizim F3-ümüzü tapmaq istəsək, olacaq M3J birbaşa M3J bərabərdir. M3 nədir? 10. 10-u ona vuranda, deməli F3-ü tapdıq 100 Newton. F2 40 Newtondur. F3 100'dür. F1 isə 60. Deməli ən böyüyü 100'dür. Sonra 60, sonra 40. Diaqramı baxanda ən böyüyü 3 olacaq. Sonra 1 olacaq, sonra 2 olacaq. Və fikir versən 100 bu deyil. Deməli qrafikanı 100, 60, 40. Bax cavab oldu Y variantı. Başa düşdün Vəli? Bəli. 50'də budur. Tamam. 58. Baxırıq 58'ə. 57'ni yazmısan. Mən 57 də var. 57'ye fikir verir. Deməli 57 bizə deyir ki, bircə çubuq və çəkisi P olan yük tarazlıqdadır. İpin gərilmə qüvvəsi T və çubuğa təsir edən ağırlıq qüvvəsi FA nəyə bərabərdir? Deməli Bura P-dirsə, bura da P-dir müəllim. Onda gəlmə 2P-dir. Ay sağ. Deməli bura P-dirsə, bax bu hissə P-dirsə, eyni ip olduğuna görə, bu hissə də P olacaq. Deməli gərilmə fikir versək, 2P-dən ibarətdir. Niyə? Çünki bir P-si buradadır, bir P-si buradadır. Onda bizim gərilməmiz bərabər olacaq nəyə? 2P-yə. Düzdürmü? Gərilməni tapdıq. Gəl F ağırlığı tapaq. Dayaqda olan məsafəyə görə fikir veririk. Bu P-nin dayaqda olan məsafəsi 4-dür. Ağırlığın dayaqda olan məsafəsi 2-dir. Deməli, P vurulsun 4 bərabərdir. F ağırlıq vurulsun 2-dir. Buradan da F ağırlığı tapırıq. 2 ilə 4 sıcar getdi 2P. Deməli, hər ikisi nədir? Hər ikisi 2P-dir. Həm gərilmə, həm də ki ağırlıq hər ikisi 2P-yə bərabərdir. Aydındır? Bir də izah edə bilərdiniz. Bax, yenidən izah edirəm. Buraları silək. Diqqətlə mənə qulaq as. Bu tərpənməz buluddur. Onu bizim sualımız. Aha. Fikir ver. Bax, bunun ağırlığı var. Aşağı doğru öz çəkisi var da P, düzdür? Deməli, bu ipdə də yaranan P olacaq da elə, düzdür? Onda eyni ip olduğuna görə, fikir ver, eyni ip olduğuna görə, burada P-dirsə, deməli, bu hissədə də P olacaq. İpin gərilmə kimi baxa bilərik. Qüvvə. Onda bu gərilməyə fikir versən, görürsən ki, bu 2P-yə bərabər olacaq. Niyə? Çünki bir P-si sağa gedib, bir P-si sola gedib. Onda 2P-yə bərabər olmaz, səncə T. Hə? Bəli. Ay sağ ol. İndi gəl bu F ağırlığı tapaq. Bunun üçün bu P
çəkil bizə lazımdır. Bu P qüvvəsi bizə lazımdır. Çünki ipin, daha doğrusu çubuğun ucuna təsir edir. Onda bu çubuğun ucunun dayaqdan olan məsafəsi 4. F ağırlığın dayaqdan olan məsafəsi 2-dir. Momentlər qaydasını yazanda yazacağıq ki, P vurulsun 4 bərabərdir. F ağırlıq vurulsun 2. Bu 2 ilə bu 4 ixtisar getdi. Burada qaldı 2. Onda 2P'miz bərabər oldu F ağırlığa. Deməli, F ağırlıq da 2P'dir. Gərilmə də 2P'dir. Aydındır? Bəli. Aha, növbəti Bəli 8. 58'e baxırıq. 58'də deyir ki, hansı ifadələr doğrudur? Sürtünmə, ling və blokun çəkisi nəzərə alınmadıqda. Aha, baxırıq bura. Gəl birinci tərpənən bloka baxaq. 2 dənə deməli, bir mail, daha doğrusu bir lingdir. Bir də tərpənən blokdur. İndi fikir verək. Gəl baxaq birinci tərpənən bloka. Bax, burası F'dir, düzdürmü? Onda eyni ip olduğuna görə bu hissə də F olacaq. Onda fikir ver. F. Bu lingə təsir edən qüvvə neçə F olacaq? 2F. Düzdür? Ay sağ. Deməli, tərpənən blokdur. Qüvvədə neçə dəfə qazanc verir? 2 dəfə qazanc verir. Tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Bir düzdür. İndi gəl baxaq lingə. Lingin qüvvədə qazancını tapmaq istəsək, böyük qolu kiçik qola bölməliyik. Gəl baxaq. İndi bu 2F böyük qoldur da. Dayaqdan olan məsafəsi 1, 2, 3, 4, 5, 6. Bu elədir 6. Kiçik qol isə bu MJ-yə təsir edən qoldur da, düzdür? Onda kiçik qol aşağıdan olacaq 1, 2. Lingin qazancını tapmaq istəsək, yəni biz N2-ni tapmaq istəsək qazancı böyük qolu kiçik qola böləcəyik. 6-nı 2-yə böləndə 3. Deməli, lingin qazancı 3-dür. Tərpənən blokun qazancı isə blokun qazancı 2-dir. Lingin qazancı isə 3-dür. Deməli, ling qüvvədə 3 dəfə qazanc verir. 3 düzdür. İndi baxaq, sistem qüvvədə neçə dəfə qazanc verir. Sistemin qüvvədə qazancını tapmaq istəsək, ümumi M-i. Həmin o ayrı-ayrılıqda tapdığımız qazancları bir-birinə vurmalıyıq. Yəni, M1, 2, N2, 3. Onda sistemin ümumi qazancı 6 dəfə olacaq. Aydındır? Bəli. Bəli. Aha. Növbəti sual. 64. 64. Baxırıq 64-də. Deməli, deyir ki, bloklar sistemi vasitəsilə qaldırılan yükün yerə nəzərən sürəti 0.4. İpin sərbəst ucunun yükə nəzərən sürətinin modulunu hesablayın. Yəni, ipin sərbəst ucunun yükə nəzərən sürətini hesablayın. Yəni, V çıxılsın, V2 biz tapmalıyıq yekunda. Biz yekunda bu ifadənin qiymətini tapmalıyıq. İndi gəl baxaq, görək bu necə blokdur. Görsən ki, bu biri tərpənən blokdur, digəri tərpənməz blokdur. Yəni, qüvvədə 2 dəfə qazanc verir. Düzdürmü? Onda yükün yerə nəzərən sürəti 0.4-dürsə, yerə nəzərən sürət nədir? Yerin sürəti 0 olaraq qəbul olunur da, onda birbaşa yaza bilərik ki, yükün sürəti nəyə bərabərdir? 0.4-ə. Onda tərpənən blok olduğuna görə və qüvvədə 2 dəfə qazanc verdiyinə görə ipin sürəti olacaq 2V yük, yəni 0.8. Və bizdən də V ip çıxılsın V2 soruşur. Gəl yerinə qoyaq. 0.8 çıxılsın 0.4. Bu da bizə verəcək 0.4. Onda bizim delta V'miz olacaq 0.4. Başa düşdün? Bəli. Əla.
Mən bu sualda arxada cavab 1,2 çıxır. İpin sərbəst ucunun yükən həcmdən sürətini hesablayın deyir. 1,2 Bəli, elə çıxıb arxada cavab. baxa bir də bəlkə yaxşı oxumadıq biz. Deməli buludlar sistemi vasitəsilə qaldırılan yükün uşaqlar, deməli biz burada istiqamət heç baxmadıq, birbaşa yazdı. İstiqamət də var axı burada. İndi fikir verin. Yerə nəzərən sürəti 0,4-dür. Nəyin? İpin, daha doğrusu yükün. İndi bu ip aşağı düşürsə, yük yuxarı qalxır da, düzdür? Deməli bunlar əks istiqamətlə hərəkət edirlər də, düzdürmü uşaqlar? Əks istiqamət hərəkət etdiyinə görə toplamalıyıq, yəni toplamalıyıq. Olacaq 1,4. Əgər eyni istiqamətdə hərəkət etsəydilər, neyniyərdik? Çıxardıq. Amma əks istiqamətdə hərəkət etdiyinə görə, düz deyirik, düz deyirsiniz, toplamalıyıq, sürətləri toplamalıyıq. Yəni 0,8 ilə 0,4-ü toplayanda eləyəcək 1,2. Düzdür uşaqlar. Yəni, diqqətdən yayınıb bu. Çünki əks istiqamətdə hərəkət edirlər. Başa düşdük? Bəli, mən. Bəli. Aha, növbəti. Mən maildə var. Keçək müəllim müstəviyə. Buyurun. Müəllim müstəvidə neçə? Asandır müəllim üstəvi. Mən 9. Sual yoxdur Ömər. Mən 9. Ətraflıdan məndə. Aha. 9-a sual var. Mən burada mail müstəvi 2 dəfə qazanc verir. Burada tərpənən blok deyə o da 2 dəfə qazanc verir, 4 dəfə edir cavab. Bəli. Ay sağ ol. Əla, əhsən. Fikir versəz uşaqlar. Biri tərpənən blokdur, biri də mail müstəvidir. Biz 2 dənə qazancı tapmalıyıq. Həm M1, həm N2 yekunda onları bir-birinə vurmalıyıq ki, ümumi sistemin qazancını tapaq. Deməli, gəl birinci mail müstəvinin qazancına baxaq. Mail müstəvinin qazancını tapmaq istəsək, bizə verilən bucaq məlumdursa, onda mail müstəvinin qazancı 1 bölünsün sinus alfadır. Yəni 1 bölünsün sinus alfanın yerinə də 30 yazacağam. Sinus 30 2-də 1 verir. 2-də 1 getdi yuxarı, elədi 2. Deməli bu mail müstəvinin qazancı 2 elədi. İndi gəl bu tərpənən bloka baxaq. Bilirik ki, burası da F olacaq. Onda bu hissə nə olacaq? 2F. Və bu da 2 dəfə qüvvədə qazanc verir. Deməli N2 də qüvvədə 2 dəfə qazanc verir. Onda hər hissi qüvvədə 2 dəfə qazanc verirsə, yekun sistem qüvvədə 4 dəfə qazanc verəcək. Aydındır? Bəli. Ay sağ ol. Növbəti. Ətraflıya keçək. Yalvar qalıb burada. Kesə ətraflıyım. Sual bitdisə burada keçək ətraflıya. Ya qalıbsa baxaq. 3. Yoxdur sual. Baxaq 3-ə. 3 dedin Ömər. Bəli. 3-də deyir ki, 2 kiloqramlıq kütləli yükü çəksiz milin, yəni bu çubuğun çəkisi nəzərə alınmır, hansı nöqtəsindən asdıqda sistem tarazlıqda qalar. İndi fikir ver. Bunun nəyi var? Ağırlıqlarına baxaq da birinci. Dayaqdan olan məsafəyə baxaq. Bu 4 kiloqramlıq cismin dayaqdan məsafəsi nə qədərdir? 1, 2, 3, 4, 5. Düzdürmü? 7 kiloqramlıq cismin dayaqdan məsafəsi nə qədər olacaq səncə? 2.
2 olacaq da. A hesab 1, 2. Onda gəl tarazı şərtini yazaq. Bir dənə də M kütləli cisim götürək və onu dayaqdan olan məsafəsini bilmirəm, amma onun çəkisini bilirəm. Nə qədərdir? 2-dir, çəkisi 20. Onda gəl tarazı şərtini yazaq. Bu 20-nin dayaqdan olan məsafəsini bilmirəm. X götürürəm. Üstə gəl. 70-in dayaqdan olan məsafəsi 2-dir. Yəni 70 çəkisi 70-dir, 2-yə vuracam. Bərabərləşdirəcəm. Bunun da ağırlığı var da aşağı. Nə qədər? 40-dır. 40-ı vuracam nəyə? 1, 2, 3, 4, 5. Çünki momentlər qaydasıdır. Bu, bunu saat əqrəb istiqamətlə verir. Bu iki qüvvə isə saat əqrəbin əksinə. Onda buradan 20 vurulsun X. Üstə gəl 140. Bərabərdir 200-ə. 20x bərabərdir 60-a. X-i də tapdıq buradan 3. Deməli, dayaqdan 3 cm məsafədə götürməliyik onu. Dayaqdan 3 cm məsafə görək hansıdır? Bax, 1, 2, Yenə düşürdü. 3 düşür N nöqtəsinə. Aydındır? Bəli, indi aydın. Əla. Növbəti. Bax, uşaqlar, həmişə yadınızı saxlayın. Dayağın bir tərəfində qalan qüvvələr, onlar eyni istiqamətdə onu çevirir, yəni saat əqrəbin əksinə. Dayağın digər tərəfində qalan qüvvələr, yəni bu 4 kiloqramlıq cismin çəkisi, onun saat əqrəb istiqamətində fırladır. Yəni parklarda bir növ ona nə deyirlər? 2 dənə uşaq oturur, bu başda, o başda. O kimi baxa bilərsiniz. Və həmişə də momentlər qaydasını yazanda dayağın bir tərəfində olan cisimlərin çəkilərini toplayırsınız, dayaqda olan məsafənin hasili ilə. Bərabərləşdirirsiniz, dayağın digər tərəfində olan cisimlərin çəkisini dayaqdan olan məsafələrin hasilinə bərabərləşdirirsiniz. Növbəti sual, 10-a qədər sual var. Məndə daha yox. Bəli, səndə var. Mən bir dənə 8 var. Baxır 8-ə. 8-ə bizə deyir ki, kütləsi 300 kiloqram olan yük blokun köməyi ilə bərabər sürətlə qaldırılır. 20 saniyə müddətində ipin sərbəst ucu 4 metr yeni dəyişirsə yükün impulsunu hesabla. Bax, bu tərpənməz blokdur. Deməli, tərpənməz blokdursa, elə ipin sürəti yükün sürətinə nədir? Bərabərdir. İndi 20 saniyə müddətində ipin yer dəyişməsi 4 metr olur. 20 saniyə müddətində ipin yer dəyişməsi 4 metr olur. Yəni biz burada yükü tapa bilərik də, düzdür? Daha doğrusu sürət tapa bilərik. Sürət tapmaq istəsək, həmin o yer dəyişməni zamana bölməliyik. Bu da eləyəcək 4-ü böləcəm 20-yə, eləyəcək 1/5, 0.2. Sürət tapdıq 0.2, artıq ipdir, yükdür, fərqi yoxdur. Niyə? Çünki tərpənməzdir. Kütlə də var, gəl impulsu tapaq. P bərabərdir, M vurulsun V-dən, M 300-dür, vuracam 0.2-yə. Bu da eləyəcək, deməli 60. Başa düşdüm. Əla. Növbəti. Burada nə qədər vermişdim sizə? Ona kim mən? Ona kim? Sual var. Yoxdur mən. Yoxdur. Gəl keçək 14-cü suala. Baxın. Deyir ki, çəkisi nəzərə alınmayan çubuq tarazlıqdadır. Yəni çubuğun çəkisi nəzərə alınmır. Dayağın reaksiya qüvvəsini hesab. Biz nə bilirik? Dayağın reaksiya qüvvəsi bunu bilirik. Düzdürmü? Mən 16-ya kimi işləmişəm. Sual var. Xeyr mən. Aha. Gəl 14-ə baxaq. Deməli, ilk öncə uşaqlar, gəl momentlər qaydasını yazaq. Bu F-in dayaqdan olan məsafəsi 1, 2, 3, 4, 5, 6, 7. Deməli, mən bura yazacağam, yuxarıdan yazıram. F vurulsun 7 bərabərdir. Bunu aşağı doğru da artan qüvvə 35 newtondur. Dayaqdan olan məsafəsi 2-dir. Yazacağam 35 vurulsun 2. Deməli, mən buradan F-i tapdım nə qədər? 10 newton.
İndi fikir ver. Yuxarı gedən qüvvə 10 Newtondur. Bir də N var. Aşağı 35-dir. Tarazı şərtindən yuxarı gedən qüvvələrin 25. cəmi bərabər olmalıdır aşağı gedən qüvvələrin cəmi. 25. Onda biz buradan N-i tapdıq 25 Newton. Aydındır? Bəli. Əla. Gəl məsəl üçün 16-ya baxaq. Əslində bu kimi suallar işləmişdik siz dərs zamanında. Fikir verək. Deyir ki, M kütləli yükün yer dəyişməsi H yük bərabərdir H-dır. H yük bərabərdir H-dır. H yük bərabərdir H-dır. Aha. İndi deməli, ipin sərbəst uzunluğunun yer dəyişməsinin yükün yer dəyişməsinin nisbəti nəyə bərabərdir? Yəni biz buradan ipin yer dəyişməsini bölünsün yükün yer dəyişməsinə olan nisbətini tapmalıyıq. Uşaqlar, eşidirsiniz məni? Bəli, Bəli. Aha. İndi fikir verək. Görək hələ bu qüvvədən neçə dəfə qazanc verir. İndi gəl baxaq. Gəl baxaq, nəyə baxaq? Gəl buradan götürək bir dənə. Bunun ağırlığı var. Bunun ağırlığı deyirəm mg'dir. Onda bura mg'dirsə, bu hissə də mg olacaq. Onda buraya düşəcək mg bölü 2. Bu hissəyə nə düşəcək? Mg bölü 2. Bu yenə də 2 hissəyə bölünəcək. Buraya düşəcək mg bölü 4. Bu hissəyə də düşəcək mg bölü 4. Yəni görünür ki, bu qüvvədə neçə dəfə qazanc verir? 4 dəfə qüvvədə qazanc verir. Düzdürmü? Qüvvədə 4 dəfə qazanc verdi. Hardan bildik? Qüvvələri paraladıq da. Qüvvədə 4 dəfə qazanc verirsə, deməli ipin yer dəyişməsi bərabər olmalıdır 4 dənə yükün yer dəyişməsinə. Və bizdən də yükün yer dəyişməsinin nisbəti, yəni h bölünsün h yükü istəyir. Bu da bərabər h-ipin yerinə 4 dənə h yazacağam. H-yükün yerinə h yazacağam. H-lar getdi, qaldı burada 4. Başa düşdük? Bəli. Aha. Gəl baxaq 70-ə. Qaldısa 17-ci suala. 17-ci sualda deyir ki, bir ciz tirin kütləsi 60 kg-dır. Deməli, artıq burada demir, lingin və yaxud da tirin kütləsi nəzərə alınmır. Verir bizə 60 kg-dır. Deməli, sayırıq bunu. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 1, 2, 3, 4, 5. 5 düşür bura. Və kütləsi olan hər bir cismin ağırlığı var da aşağıda olur. 600 Newton. İndi F qüvvəsinin qiyməti. Gəl baxaq. Artıq tarazı şərtini yazacağıq. F qüvvəsi. Bura F-dirsə uşaqlar. Deməli bu hissə də F olacaq. Onda bu ipdə olan qüvvə 2F olacaq. Yəni gəl bax, bu 2F-in dayaqdan olan məsafəsi 3, 4, 5, 6, 7, 8, 9, 10. Yazırıq bura 2F vurulsun 10 bərabərdir. Bu 600 Newton qüvvənin dayaqdan olan məsafəsi 5-dir. 600 vurulsun 5. Onda mən buradan F-i tapsam 600 vurulsun 5 bölünsün 20 olacaq. Bu da bizə nə verəcək? Deməli 0, 30, 150 Newton. Deməli F qüvvəsini neçə tapdıq? 150 Newton. Başa düşdük? Bəli. Əla. 18-ci sualı 1 dəqiqə vaxtınız var. Daha doğrusu 2 dəqiqə vaxtınız var. Buyurun. Siz deyin. Qulluqa diqqət edin ha.
Tapdım Tapdım mən. müəllim. Tapdım. Vəli tapdın. Mən də tapdım. Vəli cavabı deyəcək. Mən 100. 100. Ömər. 100. Rüfət. 100. Aha. Baxaq görək. Mən cavabı bilmirəm. Hesablayacağam ondan sonra. Deməli, bura F-dirsə, bu hissə də F olacaq da, düzdürmü? Və kütləsi 20 kiloqramdır. 1, 2, 3, 4, 5. Elədi 200. Düzdürmü? Dayaqda olan məsafəsi. Yenə yazacağıq. F vurulsun 10 bərabərdir. 200 vurulsun 5. Buradan da F-i tapanda nə verəcək? 100 Newton. Düz tapmışsın. Aha. Fikir verək. 20-ci sual. Yox əslində. Gəl baxaq. Nəyə baxaq? Biraz maraqlı olsun. 23-ə. 23-ə fikir verin. Deməli deyir ki, ringdən asılan cismin kütləsi 8 kiloqramdır. Onda M2 8-dirsə, ağırlığı nə qədərdir? 80 Newton. Sistem tarazlıqda olduğunu bilərək, blokdan asılmış yükün kütləsini hesablayın. Gəl baxaq. Deməli, sürtünmə qüvvəsi, lingin və blokun çəkisi nəzərə alınmır. Əla. İndi fikir verin uşaqlar. Mən buraya bir F dersəm, F desəm. Onda eyni ip olduğuna görə bu da nə olacaq? F olacaq da. Düzdürmü? Onda bu hissəyə nə qalacaq? 2F qalmaz. Mən cavab 12-dir tapdım. Onda bunun da ağırlığı M1J-dir. Hələ bunun ağırlığına fikir vermirik. Biz sadəcə tarazı şərtini yazaq. Bu F qüvvəsi üçün tarazı şərtini yazaq. Mən cavabını tapdım 20. Mən 12-dir. Baxaq. 12-dir. Deməli bu Resim bu. dayaqda olan məsafəsi 1, 2, 3, 4. Yazırıq bura. F vurulsun 4 bərabərdir. 80-in dayaqdan olan məsafəsi 3-dür. 80 vur 3. 3 hardan gəldi? Bax buradan. Onda mən buradan F-i tapsam nə qədər eləyəcək? 60. Bu da 6 kilogram. 60 eləyəcək. Aysa. F-i tapdıq 60. Düzdürmü? Əla. İndi bu M1J-ni tarazda saxlayan, ona istiqamətcə əks olan, ona modulca bərabər olan qüvvə bu 2F-dir. Onda yazacağıq ki, 2F bərabərdir M1J-yə. M1J-ni də buradan tapsaq, 2 vurulsun F bölünsün J-dir. Yəni, M1 bərabərdir 2 vur 60 bölü 10. M1 də bərabərdir 12 kiloqram. Əhsən. Başa düşdük uşaqlar? Mən Əla. Bəli. Əla. Yirmi altı. 26'ya baxaq. Biraz fikri yürüdün. Tapdım mən. Tamam. Tapdım müəllim. Aha. Diğerleri tapsın. Aa, tapdım. Neçə tapdın Ali? 6 mənim. Bəli. Bəli, 6 kilo Newton. Aha, baxaq.
Deməli uşaqlar, deyir ki, dayaq üzərindəki bir cistin kütləsi 30 kiloqramdır. Deməli 30-dursa, bunu düz tən mərkəzdən 300 Newton qüvvə, ağırlıq aşağıda artır. Və bir də burada F elastik qüvvəsi yaranır və o da nədir? Kx-dir. Yuxarı tərəfdə K vurulsun X-dir. Yuxarı istiqamətdə K vur X-dir. Onda gəl hesablayaq da. Bu Kx-in dayaqdan olan məsafəsi 1. Deməli, biraz yaxşı çəkək. Deməli, dayaqdan olan məsafəsi 1, 2, 3, 4, 5-dir. Buradan yazıram ki, K vurulsun X vurulsun 5 bərabərdir 300-ün dayaqda olan məsafəsi 2-dir. 300 vurulsun 2-yə. Məndən sərtliyi istir, K-nı istir. Onda 600-ü böləcəm 5 vurulsun 2 santimetrdə metrə çevirəndə nə qədər eləyəcək uşaqlar? 0,2. Deməli 0,2 bərabərdir. Bu bizə nə edə verəcək? 6 vurulsun 10 üstü 2 vurulsun bir dənə də 10 üstü 2 yazacağım. Bunu böləcəm 10-a. Qalacaq burada 6 bu 10 üstü 3. Bu da eləyəcək 6 kilonewton. 6 Newton. Ay sağ. 6 kilonewton bölünsün metr. Hə, o ikisini də yazıram. Aha. Əla. Əla. Baxaq 27-yə. 27 də maraqlıdır. 2025-ci ildə bu tipli məsələlər qəbula düşmüşdü. Amma 2025-ci ilin ikinci şansında hansı tip məsələ düşüb, bunu burada göstərəcəm. Buradadır, aşağıdadır. Belə tipli məsələlər qəbulun aktiv suallarındandır. Baxaq. Çəkisi nəzərə alınmayan çubuq üfüqi vəziyyətdə tarazlıqda olduqda ipin T gərilmə qüvvəsini hesablayın. Deməli, gəl baxaq. Gəl birinci uşaqlar, mən bura qoyuram, dayağı qoyuram bura. Bir dənə dayaq götürürəm. Dayağı bura qoyanda, bu artıq T gərilmə qüvvəsi tarazlıqdan hesablayanda tarazlıqda itəcək. Sadəcə momentar qaydası qalacaq. Yəni bu bunun saat əqrəbi istiqamətində, bu qüvvə isə bunun saat əqrəbinin əksinə. 4 kilogram olacaq. İndi gəl hesablayaq. Bu M2-nin dayaqda olan məsafəsi 2-dir və az ağırlığı var. Aşağı doğru nə qədər? 120. 120. Yazıram 120 vurulsun 2 bərabər. Böyle oldu. 10 M2 yazıram. MJ də 12. M2 müəllim 4 alınır, oradan da 120 ilə də 40-ı toplayıb 160 verəcək. Aysa 1, 2, 3, 4, 5, 6. Vuracam 6-ya. Onda mən buradan M2-ni tapanda 240 vuracam 60-a. Bu da elədi 4 kiloqram. Əla. Demək bu 4 kiloqramdırsa öz ağırlığı var. Nə qədər? 40. Bu da 120. Düzdür? Onda T gərilməni istir bizdən. T gərilməni yazmaq istəsək necə edəcək? 120. 120 üstə gəlsin 40. 160. Yuxarı gedən qüvvələrin O da cəmi 160. Bəli. 160 Newton. Əla. Əla. Da oldu 27-ci sual. 28 də maraqlıdır. Onu sizə saxlayıram. Gələn dərsdə işləyəcəksiniz. Deməli, uşaqlar, 36 nömrəli məsələ. 36 nömrəli məsələ. Burada bir dənə məsələ də olmalıdır. O qəbula düşmüşdür. Hansı məsələ idi o? Yoxsa yazmayın var ya bura. 36 nömrəli məsələ qəbul sualıdır. Demək olar ki, burada demək olar ki, hamısı müxtəlif illərdə düşən qəbul sualıdır. Amma 36 səhv eləmirəmsə 2025-də qəbula düşüb. Buyurun, fikirləşin. Artıq bu növ suallar çox işləmişik. Artıq burada diqqətli olmalısınız. Çünki lingin çəkisini də istəyirsiniz. Lingin çəkisi də var. Yəni, lingin kütləsini də nəzərə almalısınız. Ben tapdım. Necə tapdın, Vəli? Müəllim, deməli çəkisi 80, gərilmə qüvvəsi də 120. Necə tapdın bala? Deyim müəllim. Deyək. Deməli müəllim, qoyuruq dayağı T gərilmə altına 2 vur 6 12. Onu bölürük 2-yə, A-nı tapırıq. Nə qədər eləyirdi? 12, 60. Və bu dəqiqə oldu. 8 olmuşdu. Bizə də müəllim.
3, 6, hə, 12 bölü 2, 6, 6, yox, mən bizə də bir etməli. Hesablandı. Bəli, özün hesabla bala. Mən hesablamışdım, mən sadəcə səhv oldu. Özün hesabla. Oradansa cavabı baxıb mən demə. Ömər, Rüfət, tapdınız nəsə? Tapmağa çalışıram mən. Tapdın mı? Aha. Baxaq suala, vaxt keçmədən. Deməli uşaqlar, fikir versək, görürük ki, bizə deyir ki, kütləsi 2 kiloqram olan bir ciz çubuq. Yəni çubuğun kütləsi 2 kiloqramdır. Sayırıq neçə damadır? 1 2 3 4 5 6 7 8 9 10. 1 2 3 4 5. Mərkəzi düşür, deməli bura. Deməli bunun düz mərkəzdən aşağı doğru öz ağırlığı var. Kütləsi 2. Kütləsinin yeri 1. Həmçinin bu 2 kiloqram cismin də öz ağırlığı var, bu da 20-dir. İndi mən götürürəm dayağı qoyuram bu T-nin altına ki T etsin. Onda dayaq olduğuna görə biz momentlər qaydasını təyin etməliyik. Dayağın bir tərəfində qalan qüvvələrin dayağına olan məsafəsinin hasillərin cəmi bərabər olmalıdır. İndi baxaq, bu 20-nin dayaqdan olan məsafəsi 2-dir. Bu 20-nin isə dayaqdan olan məsafəsi 4, 5, 6-dır. Deməli, yazırıq ki, 20-nin 6-ya olan hasili üstə gəlinsin, 20-nin 2-yə olan hasili bərabər olmalıdır. Bunun da öz çəkisi var nə qədər? Buna PA yazıram. PA-nın da dayaqda olan məsafəsi 2-dir. Onda yazıram ki, PA vurulsun 2-yə. İndi bu 120 elədi, bu 40 elədi. 120, bu da elədi 40. Ümumi elədi 160. Bərabərdir 2 PA-ya. Onda A cisminin çəkisi nəyə bərabərdir? 80 Newton-a. Düzdürmü? Bu, ona görə yazdıq ki, çəkini tapaq. A cisminin çəkisini tapaq. İndi bunları silirəm. Bunları silirəm. Bunun öz çəkisi var idi. Buradan 20 Newton. Bunun da öz çəkisi, P-ni tapdıq 80. İndi mən T-ni tapmaq istəsəm, aşağı gedən qüvvələrin cəmi ilə yuxarı gedən qüvvələrin cəmini toplamalıyam. Yuxarı bir dənə T-dir, aşağısa maşallah 3 dənə qüvvə var. 20 plus 20 plus 80. Bu da eləyəcək 120 Newton. Başa düşdük? Bəli mən. Əla. Mən orada dayağı A cismindən götürmüşdüm, amma alındı məndə də. Dayağı A cismindən götürəndə A cismini də elə bir itir də. Bu zaman T-ni sən Hə, tapacaqsan. ondan yeni eləmişəm. Aha, bu zaman sən T gərilmə qüvvəsini oradan tapacaqsan. Sonra dayağı götürəndən sonra artıq yox, T gərilməni tapsan bəs A cisminin çəkisini necə tapacaqsan? Hə, düz. Bir dənə onu tapmışdım. Aha.